Ay bala sen niye boşqabı elə yalayırsan? Nənəm deyir ki, boşqabın dibini yaxşı sürülməsən, arvadın çirkin olacaq. Boyumu yerə soxum. Uşaqlar, kənddən gələn qohumumuz gedir. Nə demək lazımdır? Şükür Allaha. Oy canımız qutardı. Pendirin iyisi, şorun iyisi, hələ də burnunda deyil. Sən hələ onun xoruldamasını demirsən. Yatanmırdı mı? Run. Ay Allah, sən öləsən. Yüzücü polis idarəsi buyurun. Allah ne olur biraz tez gəlin, məni kəsirlər. Sakit olun, yerinizi deyin. Versetdə. Çok boy oğlu iş vaxtı bizi nətər zanit eləyir ya. Azərbaycana yağış yağarkən. Ay mama yağış yağdı. Qoy sən yekən o paltarlar, standart paltarları yığ. Yaxşı. Ömür boyu tənha yaşa ay kasıb oğlan. Həyatını təkcə vurbaş. Ay Nasir. Nə olub ha? Yağış yağır, damla su damlayacaq. Dur qazanları dür. Mama paltarları yıktım. Tez ol qazanları da düz. Oy Allah. Qazanları əl vurma, paltaları həl asma. Yağış birdən yenə hücum edir. Mama, o oğlan o qədər çox sevirəm. Ona başqası baxsa, həmin adamı yolarım. Yaxşı görüm ha. Buradan bura toyuq yola bilmiş, gedib xalqın qızını yolacaq. Aa, həyatım yağış yağır. Yox, pajarını çağırmışam, üstümüzü sulayır. Düşür qızı, düşür. Ada Kamil! Gəlirəm, ata gəlirəm. Görəsən məni niyə belə əsəblə çoğurur? Mən nə qoymuşam axı? Kamil! Yana, gəlirəm ata, gəlirəm. 100% mənim siqaret sevməyim tutub, o da bir şey gördüm elə. Yapın gəl. Ata, mani bağışlar olar, bir də siqaret çəkməyəcəm. Sən siqaret çəkirsən? Vay nana, onu demirdim bəs. Bir də qızlara söz açmayacağım. Sən qızlara da söz atırsan? Ay dədə, onu da demirdin. Bir də oğurluq eləməyəcəm. Ada, sən oğurluq da eləmişsən? Vay nana, bəs nə deyirsən? Adama deyəcəkdim ki, zibilləri at, sən də öz zibillərin üstünü açdın. Bura gələ. 101 yangın söndüren buyurun. Ata bu televizor yanını görüp söndürmeye okut yoktu. Gelip söndürebilirsen. Ayarsız at buy ver. Buy. Bu kimin Şadas? Bacım oğludur, Türkiyədən gəlib. Ha, senin daşkasını yesin. Mən də oynayım. Haycan? Mən də oynayım. Oyna kaka oyna. Oynayım mı? Oyna oyna. Oynayım mı? Oyna. Oynayım mı? Dedim oyna da. Oynayım mı? Oyna! Atam geldi. Oy çişim geldi. Atacan. Hələ maaş almamışam. Ay kız senin boyun bir 55'ti ha? Onda yatağından paraşütle tullanırsan ha?